İmamla cəmaat halında namaz qılanda İmam Səmiyallahu limen həmd deyir. Arkadaşlar deməlidir onu. İmam Səmiyallahu limen həmidə deyəndə cəmaat Rabbənə və ləkəl həmid deyə bilər. Amma deməsə daha münasib olar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Yəni desə problem deyil. Məsələn, bəzi alimlər, tutaq ki, Şeyx Albani rahimehullah belə görüb ki, İmam Səmiyallahu limen həmidə deyəndə cəmaat da arxada Səmiyallahu limen həmidə Rabbənə və ləkəl həmid deyir. Hər ikisini də deyir. Lakin belə cümhur alimlərin rəyi budur ki, İmam Səmiyallahu limen həmidə deyəndə cəmaat Rabbənə və ləkəl həmid deyir. O da Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisinə əsasən Allah Rəsulü buyurur ki, imam və ona tabi olasız deyə imam seçilib. İmam nəyə görə imam seçilib? Ona tabi olasız deyə imam seçilib. İmam təkbir gətirdi, siz də təkbir gətirin. İmam Səmiyallahu limen həmidə dedi, siz Rabbənə və ləkəl həmid deyin. İmam oxuyanda siz susun. İmama tabiçilik budur. İxlasla.com saytı tərəfindən təqdim olundu.